Tomahawk qanadlı raketi xatırlandıqda, tez-tez onun tamamilə fərqli uçuş mənzili qeyd olunur. Onun 2500 kilometr məsafə qət edə biləcəyi iddia edilsə də, işin gerçəkliyi o qədər də sadə deyil. Bu barədə Defense Express yazır. Qeyd olunur ki, Tomahawk aktual versiyalarında onun mənzili təxminən 1600 kilometrdir. Nəşrdə izah edilir ki, qarışıqlıq ondan qaynaqlanır ki, bu qanadlı raket 1983-cü ildə silahlanmaya qəbul edilib və bu müddət ərzində bir sıra modernizasiyalardan keçib. Üstəlik, raketin müxtəlif versiyaları mövcuddur. Bugün üçün sonuncu versiya olan Tomahawk Block 5 2021-ci ildə meydana çıxıb. Həmçinin 2006-cı ildə təqdim olunan Tomahawk Block 4 modifikasiyası da aktual olaraq qalır. 1993-cü ildən isə Tomahawk Block 3 versiyası istehsal olunurdu. Nəşrdə deyilir ki, Tomahawk 2500 kilometr maksimal mənzili yalnız ilk versiya olan Tomahawk TLAM-N və Tomahawk Block 2 TLAM-A da əldə edilmişdi. Bu variantlar V-80 nüvə döyüş başlığı üçün hazırlanmışdı. V-80 nüvə döyüş başlığının çəkisi cəmi 130 kiloqram idi. Halbuki adi konvensional döyüş başlığının çəkisi təxminən 450 kiloqram təşkil edir. Mövcud məlumata görə 2010-cu ildə nüvə döyüş başlığı olan bütün Tomahawk raketləri silahlanmadan çıxarılıb. Nəşrdə vurğulanır ki, hazırda heç bir Tomahawk raketinin ən azından rəsmi olaraq 2500 kilometr mənzili yoxdur. Bundan əlavə, bütün nüvə versiyalı raketlər konvensional versiyalara çevrilib. Nəşrdə qeyd edilir ki, buna görə də artıq nüvəsiz Tomahawk Block 2 versiyasının mənzili cəmi 1300 kilometrdir. Tomahawk Block 3, nüvəsiz Tomahawk Block 2 ilə müqayisədə azaldılmış döyüş başlığı çəkisi ilə fərqlənir. O, orijinaldan daha kiçik olub, lakin eyni dağıdıcı qüvvəyə malikdir. Bu raket versiyasının elan edilmiş mənzili artıq 1700 kilometr olub. Artıq Tomahawk Block 4 versiyasında uçuş zamanı yenidən proqramlaşdırmaq qabiliyyəti peyda olub, bu, PEC 2 tərəfli məlumat ötürülməsi kanalı və təkmilləşdirilmiş naviqasiya sistemi sayəsində həyata keçirilib. Lakin nəşrdə əlavə edilir ki, mənzil 1600 kilometrə qədər azalıb. Nəşr hesab edir ki, əgər ABŞ yenə də Ukraynaya Tomahawk verməyə razılaşarsa, bunlar 1600 kilometr mənzilli qanadlı raketlər olacaq. Həmçinin, əgər bütün vahidlər hələ də utilizasiya edilməyibsə, bunlar 1700 kilometr mənzilli Tomahawk Block 3 versiyasında olan raketlər ola bilər.